Ağşəhər yol infrastrukturu layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Süleyman Vəzirov küçəsinin bir hissəsində yenidən qurma işləri aparılır. Uzunluğu 1100 metr təşkil edən sözgedən küçənin hərəkət hissəsinin eni 14 metrdir. Yenidən qurma işləri çərçivəsində küçə boyu frezlənmə işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir. Küçə boyu 5 metr enində yeni piyada səkilərinin tikintisi icra olunur. Səki hissələrin bəzək daşlarla örtülməsi işləri aparılır. Bundan başqa, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2,5 metr enində xüsusi parkinq yerləri də yaradılır. İnşaat norma və qaydalarının tələblərinə əsasən yeni asfalt beton örtüyün döşənməsi, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforların və siqnal dirəklərinin quraşdırılması, zəruri yerlərdə yol nişanlarının qoyulması, yol cizgi, yol göstərici, həmçinin piyada zolaqlarının çəkilməsi ilə küçənin sözgedən hissəsi qısa müddət ərzində yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.